Azərbaycan Memarlıq İrsinin Tədqiqi Laboratoriyası fəaliyyətə başlayıb. Azərbaycan Memarlıq və İnşaat Universitetində yaradılan laboratoriyanın fəaliyyətindən gözləntilər böyükdür. Qərbi Azərbaycanın memarlıq irsinin tədqiqi laboratoriyasının fəaliyyətə başlamasının əsas məqsədi Qərbi Azərbaycanın qədim memarlıq nümunələrinin sistemli şəkildə araşdırılması, sənədləşdirilməsi və gələcək nəsillərə çatdırılmasıdır. Ölkəmizin memarlıq üzrə 105 illik ali təhsil ənənəsini özündə əks etdirən Azərbaycan Memarlıq və İnşaat Universitetinin elmi potensialı, xüsusilə universitetin memarlıq konstruksiyaları və abidələrin bərpası kafedrasında aparılan tədqiqatlar laboratoriyanın işinin yüksək şəkildə təşkil olunmasına şərait yaradacaq. Qərbi Azərbaycanda bildiyiniz kimi bizim çox zəngin mədəni irsimiz var, çoxlu memarlıq abidələrimiz, dini, mülki, hərbi abidələrimiz var və zaman-zaman onların bir hissəsi erməniləşdirib, bir hissəsi isə ermənilər tərəfindən məhv edilibdir. Heç şübhəsiz ki, Memarlıq və İnşaat Universitetində açılan bu laboratoriyada bu istiqamətdə tədqiqatlar davam etdiriləcəkdir. Laboratoriyada Qərbi Azərbaycanla bağlı aparılacaq elmi tədqiqatlar tarixi torpaqlarımızdakı memarlıq abidələrinin öyrənilməsi ilə yanaşı, Ermənistanın Azərbaycanın tarixi torpaqlarında xalqımıza məxsus mədəni və memarlıq izlərini silmək məqsədi ilə həyata keçirdiyi siyasətin əsl mahiyyətini ortaya çıxarmağa imkan verəcək. Həyata keçirilən tədqiqatlar Qərbi Azərbaycanda yerləşən abidələrin tarixi, memarlıq və mədəni kontekstdə daşıdığı xüsusiyyətləri ortaya çıxararaq ermənilərin bu sahədə formalaşdırdığı saxta konsepsiyanı elmi əsaslarla birdəfəlik təqzib edəcək. Bizim əsas məqsədimiz ondan ibarətdir ki, Azərbaycanın hər bir yerində və dünyada yaşayan hər bir Azərbaycanlıya Qərbi Azərbaycan haqqında əsaslı mənbələrə, arxiv materiallarına əsaslanan faktları, tarixi hadisələri deyək, yadlarına salaq. Gələcək nəsilə, cavan gənclərə biz çatdırmalıyıq ki, Qərbi Azərbaycan haradadır, Qərbi Azərbaycan kimlərin tarixi vətənidir və biz Qərbi Azərbaycana qayıtmaq üçün hansı addımlar atmalıyıq. Laboratoriyanın açılışından sonra Qərbi Azərbaycan, tarixi, ədalət və qayıdış mövzusunda elmi konfrans keçirildi. Tədbirdə Qərbi Azərbaycanın xalqımızın mədəni irsinin mühüm dayaqlarından biri olduğu xüsusi vurğulandı.